Herkese salam, kanalıma hoş geldiniz. Haber verdiğimiz kimi aparıcı Çınarə Əliyeva anası, bacısının oğlu, həyat yoldaşı ve kızı Mədinə ile istirahate yollanıb. O istirahətdən yeni paylaşım edib. Söz edən görüntüləri təqdim edirəm. Buyurub izləyə bilərsiniz. Yeni xəbərlər izləmək üçün kanalımıza abunə olmağı, videolarımızı like etmeyi unutmayın. Ruslan, tətilim başladı. Bu pasif tətildə rahat. Beyin dincəlir. Həmişə istirahətdə. Sağ ol. Bu qədər ağır əməliyyatlardan sonra lazımdır dincəlmək. Yeni sezona Ruslan yeni işlərlə, yeniliklərlə gələcək. Hə. Bu da mən. Hay can, Madina. Şov başlandı. Dostlar, ilk dəfədir biz bu otelə gəlirik. Bizim ailəmiz gəlmişdilər keçən il. Çox bəyənmişdilər. Hə, Ruslan? Hə. Bu səfər də bizə də məsləhət gördülər, biz də gəldik. Çox maraqlı görsənir. Həqiqətən gözəlliklər çoxdur. Necə burada maraqlı postlar çəkməyim, Ruslan? Ha, lazımdır. Xoşuma gəlir. Belə deyil, Antalya'da.